Salam. Bugün çoxalma ontogenez bölməsindən belə bir məsələni izah edəcəm. Mitoz bölünmənin metavaza mərhələsində hüceyrəsində 38 xromosom olan məməli heyvanın bir yumurta hüceyrə və 3 yönəldici cisimciyindəki xromosomların sayının cəmini tapın. Mitoz bölünmənin metavaza mərhələsində hüceyrənin xromosom dəsti 2N, yəni diploid olur. Amma ümumi düstur isə olaraq 2N4C olur. Yəni bu xromosom sayı, bu da xromatid sayıdır. Və hər bir xromosom da burada 2 xromatiddən ibarət olur. Və xromosom sayı dəyişilmir. Bizə də 38 xromosomlu bir məməli heyvan vermişdir. O zaman biz 2N bərabərdir 38 yazırıq. Buradan da N'imiz olur 19. Yəni haploid sayda bunun xromosom dəsti 19-dur. Və bizdən bir yumurta hüceyrə və 3 yönəldici cisimciyindəki xromosomların sayının cəmini soruşur. Bu zaman bir yumurta hüceyrədirsə, yumurta hüceyrənin xromosom dəsti haploid olur və 3 yönəldici cisimcik, yönəldici cisimciklərin də xromosom dəsti olur N. 3 dənədirsə, o da olacaq 3N. Bunları toplayırıq. N üstə gəlinsin 3N bərabərdir 4N. Və buradan da N'imizin qiyməti 19 idi. 4-ü də vuracağıq 19-a. Bu da eləyəcək 76. Deməli, xromosomların cəmi olacaq 76.